Qardaş, burada Elşad Əleyhisselamın adını çəkirsiniz və deyirsiniz ki, o sərf edir, namaz yox. Namaz var ya qardaş. Kimin adını çekirik? Elşad Elşad müəllim. Əleyhisselam. Bəli, Əleyhisselam bəli. kimdir? Salam bilmirsən nədir? Girəndə sənə də salam verdim də. Yəni belə salamda səhv tutmaq düzgün deyil ümumiyyətlə. Çünki girəndə salam. Yox, salamda səhv tutmam. Elşad kimdir ki, ona Aleyhisselam deyilir. Yəni onu başa düşə bilmirəm. Allahın salamı olsun deməkdir. Yəni niyə olmasın? Olmasın. Allahın salamı olmasın. Niyə olmasın da niyə? İnsanları azdırır. Masondur. Necə azdırır? Və məsəl üçün məni necə azdıra bilər? Sən o profilinin adına şərab qoymusan da, düzdür? Ay sağ ol. Düzdür. Sən niyə qoy düz yola gətirməyib yaxşı? Azdırmağa qoyaq. Məni necə düz yola gətirə bilər? O mənim müəllimim deyil axı. Necə? Namaz qılırsan? İstəyirsən qılım, qulaq as. Ehtiyac yox. Qılırsan, qılmırsan. Ya namaz nə edirsən? Siz ərəbski namaz yox, ərəbski namaz qılmır. Onda qulaq asın. Yaxşı. Əlləri basırsan Allahın qarşısında. Necə? Aha. Əvvəlcə duaları verirsən, duadan sonra diz üstə səcdə. Necə? Rükü eləmirsən? Ruku qardaş, ruku əyilməkdir. Allahla ruku edənlərlə ruku edin o deməkdir ki. Yəni Allah'a əlləri qaldırsan, dua edirsən, sonra birbaşa səcdəyə girsən. Bəli, bəli. O sizin namazdadır da, ruku filan. Orada Allah ruku edənlərlə ruku edir. Biz kimi? Bilmirəm, fərqi yoxdur. Sələfi, sünni, şii, hamımız eynisiniz. Yəni 2 milyard insanın namazıdır. Ha? Yəni, Necə? biz 2 milyard insanın da, 2 milyard səhv eyni. Qardaş, sən necə İslamdasan? Sən bilmirsən ki, çoxluqla haqq ölçülmür. Sən neçə versin? Fərqi nədir? Dünyada tək də olsan, sən Quranı oxuyursan, sən bax qardaş, deməli əhl-i şiə Mən yox da siz mən səndən yaşlı var. Mən sizdən danışıram. Məndən yaşda necə böyük ola bilərsən? Bax mənim əzizim. Məsələ nədir? Məsələ budur ki, bax bu günləri əhl-i şiədə, əhl-i sünnədə sizin adını çəkdiyiniz insanlar, təbliğatını apardığınız insanlar ümumiyyətlə İslamda yoxdur. Nə İmam Əli, nə İmam Hüseyin, nə Ömər, Əbubəkir. Bu insanlar Quranda yoxdur da qardaş. Siz bunu özünüzdən bilmirəm, yəni hansı əsasla ortaya çıxarmısınız bu adamların İslamda var olduğunu isbat eləməmisiniz. Yəni yoxdur da qardaş, bu insanlar İslamda olmadığı halda siz bunlara məsəl üçün əleyhissalam deyə bilirsiniz, radiyallahu anhu deyə bilirsiniz. Ancaq mən indi burada Elşad bəy var, İslamı təbliğ edir, indi haqq yoluna gətirdiyi insanlar da var. Amma ona əleyhissalam deyəndə xətri bizə dəyir. Yəni sən deyirsən ki, bəs peyğəmbər yəni var yoxsa yoxdur Qardaş, peyğəmbər var, qiyamətə qədər də olacaq. Hardan? Peyğəmbərlər olacaq. Elşad peyğəmbərdir. Necə? Elşad Sən peyğəmbərdir. peyğəmbərin olduğunu, yəni sənin düşüncəncə peyğəmbər modeli nədir? Nə başa düşürsən peyğəmbər deyəndə? Peyğəmbər Allahın vəhy verdiyi insanlar. Allah arıya da vəh verir də. Allah'ım o hem vəhdət deyil. Necə? Şeytan da insana vəh verə bilir. Sən yaxşı, tüm arıya vəhy, Elşada vəhy verir Allah. Mən deyirəm Allah arıya da vəh verir, sənə də, mənə də vəh verir. Yəni sənə də vəhy verir, hamımız peyğəmbər. Hamımız peyğəmbər deyil. Əgər bu vəh İslamdan gəlirsə, Qurandan gəlirsə, Əl-Kitabdan gəlirsə, bəli, peyğəmbərsən. Və peyğəmbər olmaq... Mən peyğəmbərəm. Sən İslamı təbliğ edirsənsə, Quranı, həqiqi İslamı təbliğ edirsənsə, peyğəmbər insan deyil, qardaş. Peyğəmbər bir görəvdir. Necə ki, bir insan biri muhafizə olur, biri polis olur, biri həkim olur. Peyğəmbərlik də bir Allahın... Məhəmməd peyğəmbər olub da olmayıbdır. Məhəmməd indi sonra Məhəmməd deyirsiniz, mən onu Əhməd kimi tanıyıram. Bəli, olubdur. Tamam, yəni Əhməd ya da Məhəmməd İbn Abdullah olub olmayıb. Bəli, bəli, olubdur. Hardan bilirik? Quranda var. Quranda var. Quranda olması... Surənin 6-cı ayəsində Məryəm oğlu İsa öz ümmətinə deyir, məndən sonra gələcək Əhməd peyğəmbər. Yəni orada Məhəmməd deyil qardaş, o Əhməddir. Allah bir yerdə Əhməd, bir yerdə Məhəmməd deyir. Muhammed Rasulullah vəllezine ma Muhammeddə ki Hərəkətsiz Quranda Muhammed deyil, Muhammeddir. Muhammed nədir? Bunlar uzun mövzulardır qardaş. Bu bilmirəm. Muhad Bizə saniyə zəhmət olmasa. Hərəkətsiz Quranda zəhmət olmasa açıb baxsaz, yəni orada görə bilərsiniz. Necə? nə hərəkət Quranda Qardaş, internet dövrsən, hərəkətsiz Quran tapamırsan ki, məndən soruşursan. İndi biz burada 5 dəqiqə söhbət edirik. Mən onun 5 dəqiqənin 10 dəqiqəsini durum sənə nə izah edeyim? Aç internetdir, dünyada bu dəqiqə. Bax qardaş, açıram. Nə yazım indi ora? Hansı dildə yazım? necə hansı? Deyirəm hərəkətsiz Quran var. Yazım hərəkətsiz Quran. Aha.
hərəkətsiz Quran yazın Hə. Azərbaycanca. Sən görmüsən özün hərəkətsiz Quran? Mən ərəb dilini bilmirəm. Görsəm də başa düşəcəyim heç nə yoxdur mənim orada. Nə bilirsən hərəkətsiz Quranda muhad yazılıb? Oxuyanlar bilir də, qardaş, sən bu günə Sən qədər bunu bəlkə. bir Mən saniyə, tapmadım. bir saniyə zəhmət olmasa, bu Hərəkətsiz Quran tapmadım. bir dənə imkan ver danışaq. Deməli məsələ nədir? Əgər biz bu gün Azərbaycan dilində Quranı oxuyuruqsa və oxuyanda bizə kimsə sual versə ki, qardaş sən bunu ərəbcəsini görmüsən? Mən deyəcəm yox. Çünki mən Azərbaycan dil tərcüməsini oxuyuram. Onda Sən hərəkətsiz Quranda muhad yazılıb. bir dəqiqə zəhmət olmasa. Qoy cümləmi tamam. Yox, yox, bir dəqiqə yox qardaş. Elə bilirsən necə danış. Hamısı dediklərimin biri düz deyil. Hərəkətsiz Quran dediyini tapa bilmədim. Sən Dedin ki- hərəkətsiz Quranı tapa bilmirsənsə, sən İslamdasan, sən araşdırmalısan. Ümumiyyətlə sənin üçün İslamın, yəni Quran kitabı indi yazıçılar var da Azərbaycanda Əlixan Musayevi, nə bilim Elvin Quliyevi, Ələddin siz bu insanların, yəni hardan nəyə götürdüyünü araşdırmalısınız. Yəni Quran hafizliyi olmalı. Qardaş, mən birinci qardaş Səudi Ərəbistanda yaşayıram, aydındır. Və mən ömrümdə Azərbaycanca Quran oxumamışam, aydındır. Ərəbcə oxumusan. Ərəbcə oxumuşam. Mən deyirəm ərəbcə təfsir dərsi keçirəm. Sən mənə gəlibsən ki, İndi bu ərəbcədə hərəkətsiz Quran oxumusan yoxsa yox? hərəkətsiz Quranı, birinci hərəkətsiz Quran məsələsi. İslam ümmətində hərəkətsiz Quran ümumiyyətlə Osmanın musafından başqa gəlib çatmır. Qardaş, Osman kimdir? İslamda Osman var. Vicdanla danışın da. Bu insanlar niyə aldı? Osman kimdir qardaş? Qardaş, Hitler var. Bəli var. Tarixi Quranda ad sübutlar yoxdur. var. Quranda ad yox. Qardaş sən nəyinə əcalıyırsan? Bu adam yaşayıb, bu tarixdir. Bu tarixi sənədlər gəlib. Bir dənə tarixi Sən də sənəd. tarix. Bəs gətir də bir dənə tarixi sənəd gətir də qoy ortaya. Bax mən gətireyim. Almaniya. Sən Hitler varsa Necə? hə, yaxşı. Tarix sənəd gətirim ki, yəni şeydə Osman var. Bəli, belə bir insan olub və belə bir insan belə bir addımlar atıb. Belə bir şey varmı yəni? Bunu hansı dövlət bunu təsdiq eləyir? Tarixdə yoxdur da bu. Xeyr, tarix var, tarixdə. Qardaş, sizin nağıl tarix bizdə var. Bu belə bir şey yoxdur. Yəni nağıl olmayan tarix nədir qardaş? Sən içkilisən qardaş yəni. Yox, içkili deyiləm. Görürsən ki, səlis cümlə qururam. Valla mən yəni yaxşı olacağam. Bağışla, üzr istəyirəm. Yəni yenə deyirəm, burada şov vermək üçün üzr zad Bizim lazım. üzrlərimizi çatdırıq. Yaxşı qardaş. Danışa bilirsən, danışaq. Üzr zad lazım deyil. Yox, danışa bilmirəm. Üzr istəyirəm. Üzrlərimizi Elşad peyğəmbərə çatdır, yaxşı? Bax görsən, söhbət görsən ki, alınmır. Görmürəm. Nə qədər demədim Sallallahu peyğəmbərdə çatdır da. Kim dedi sənə peyğəmbərdir? Bax niyə mənə şər atırsan? Mən sənə dedim. İndi bax təsəvvür edin, bu Rüstəm Emin də bunun biraz başqa variantı olacaqdı qardaş. Nəysə, Rəmzi qardaş. Xəbər deyək, bu nə idi? Tamam, tamam. Rəmzi qardaş, buyur qardaş. Qardaş, Tixi, ay Tixi. Tixi qardaş. Sən bax deyirsən ki, indi get ondan danışaq da, düzdür? Bu şeylə. Bu adam, bax qardaş, bu adam bu sözləri demək üçün 1 saat gözləyib ha. Yox, Hitler qəbul eləyir. Yəni onun isnadı yaxşıdır, düzdür, tarixdə var. Osman yoxdur. Yəni şey olasın. Yəni bunu deyən adam, belə yəni şey olmaz. mən belə bir şey deyim sizə, Asım qardaş, salam aleykum, digər qardaşlar da, hər bir Aleykum salam və rəhmətullah. Mən tam mən yəni, ciddi deyirəm ha, yəni ələ salmaq üçün deyirəm. Yəni belə adamların yeri psixiatri xəstəxanadır. Yəni psixiatri çıxdı, dəlixana da belə deyək. Ora getməlidir. Necə yəni? Böyle şey olur, böyle şey olur. Salam aleykum, axşamınız xeyir. Aleykum salam. Necəsən? Hər vaxt görürsün, xoş gəlmisiniz. Yaxşı olasın inşallah. İlk növbədə mən sizlə biraz hörmətsiz danışmışdım. İlk dəfə qarşılaşdığımızda haqqınızı halal eləyin. Maşallah olsun. Elmli qardaşlarsınız, elmli insanlarsınız. Halal olsun, heç bir problem yoxdur. Sadəcə bizim əqidəmizdə ixtilafa düşdüyümüz bəzi məsələlər var. Onları dəqiqləşdirib sual vermək istəyərdim. Məsələn, İslamda olan sələflər. Dəqiq səbr lazım, səbr elə. Onu danışacağıq. Təbii ki, sənin suallara cavab verəcəyik. Sadəcə biz sənə bir şey demək istəyirik. Biz keçən dəfə mən səni də qaldıranda o niyə mən deyirdim filan kəs peyğəmbərdir, filan kəs peyğəmbərdir. Ola bizim cəmaət bilmir mövzu nədən gedir. Amma bax qardaş, biz sənin neçə yaşın var Həsənov? 27. 27 yaşın var. Biz bu Quranı o sən dediyin formada adamlarla söhbətləri eləyəndə, yəni biz 2000-ci illərdən gedir də, aydın da 2000-ci illərdən gedir.
Yəni onda belə deyək də, sən balaca hələ bir, yəni xətt o mənada demirəm də, balaca uşaq olardın. Yəni bizim yəni biz neçə ildir təqribən bir 20 ilə yaxında dəvətdəyik. Anlata bilirəm və bu Quran ancaq bu yol Qurandır, qiyamətə qədər peyğəmbərlər gələcək söhbəti da 2000-ci illərdən Ələsgər adlı hətta bir peyğəmbərləri vardı, sonra onun davamçıları vardı, Zakiri, o birisi, bu birisi. Biz bunları tanıyırıq, bildin canım. Və onların metodikasıyla da tanışıq, onların gətirdiyi şübhələrlə də tanışıq. Nəinki onların gətirdiyi şübhələr, onlar kimlərdən qaynaqlanır və bu gedir dolayısıyla hansı dövlətə çıxır və hansı tarixdə, hansı mərhələdən başlayır, ona qədər biz tanışıq, bildin canım. Və biz sənə, yəni bəzən müəyyən bir şeylər olur ki, müzakirə əsasında müəyyən meyarlar təyin olunmalıdır. Məsəl üçün, ikimizin, bax, biz məsəl üçün də bir şiə ilə və sünni ilə danışanda, bir şiə bir sünni ilə danışanda, düzü şiə qalxır. Məsəl üçün, biz onlarla bir mövzunu müzakirə ediriksə, bizim aramızda bir meyar olmalıdır. Əgər mən desəm ki, o meyar bizim hədislərdir, o deyəcək, mən qəbulləmirəm. O desə ki, bizim hədislərdir, mən qəbulləmirəm. Aydındır? Biz deyil, nə deyirik? Deyirik, onda gəl ikimizin arasında ortaq bir şey var da, yəni Qur'an'da. Hətta Allah Subhanahu Qur'anda da yəni bu var. Deyir ki, "Qul ya ehl-kitab ta'alu ila kelimetin sawa'in beynena. Alla na'budu illallah və la nushrike bihi şey'en və la yattakhidhu ba'duna ba'dan arbaban min dunillah." Deyir ki, ey kitab əhli, sizin də bizim aramızda ortaq kəlməyə gəlin ki, bu Allahdan başqa heç kimə ibadət etməməyimizdir. Allaha heç bir şey şərik qoşmamağımızdır və Allahı da qoyub, tərk edib bir-birimizi ərbab, yəni rəblər, ilahlar və ya yəni rəhbərlər götürməməyimizdir. Bu metodikanı bizə niyə Allah öyrədir? Çünki əgər müzakirə ediriksə, sənlə mənim ikimizin də bir qayıdış yerimiz olmalıdır ki, o qayıdış yeri əgər doğrudan bir, yəni obyektiv bir referans olmalıdır ki, o qayıdış yerinə qaydanda sənin də, mənim də boynum nə olsun? Tükdən incə olsun. Düzdür, ona görə Allah Subhanahu Quranda bu metodikanı öyrədir. Deyir ki, ya eyyuhellezine amanu ati'ullaha və ati'ur rasul və el-emru minkum. Və in tenaza'tum fi şey'in feradduhu ila Allah və rasulun kuntum tu'minu billahi və yevmil ahir. Deyir, ey möminlər, Allaha itaat edin, onun elçisinə itaat edin və özünüzdən onun əmir sahiblərinə itaat edin. Sonra nə deyir? Deyir ki, əgər bir şeydə ixtilaf etsəz, onda onu Allaha və Rasuluna qaytarın. Çünki ixtilaf eləmişsiniz də, amma ikinizin ortaq nöqtəsi Allah və Rasuldur. Başqa bir ayədə Allah Quranda deyir ki, "Fələ və rabbikə", yeganə ayədir ki, Allah nə edir? Peyğəmbərin Rəbbinə, yəni özünü and içir. "Fələ rabbikə la yu'minuna hatta yuhakkimuka fima şəcərə beynəhum." Deyir ki, and olsun sənin Rəbbinə, onlar öz aralarında ixtilaflı olduğu şeylərdə səni hakim təyin etməyincə onlar yəni haqqa gəlməzlər. Yəni bu sözlərimi niyə deyirəm? Qardaş, bir şeyi müzakirə ediriksə, bu metodikadır ümumiyyətlə də. Yəni mən hətta İslamdan qabaq mən Azərbaycanda Soros fondunun bir şeyi vardı, layihəsi vardı. Debate Foundation idi. Biz insanlara parlament debatını öyrədirdik və bizim öyrətdiyimiz qaydalardan biri o idi ki, ingilis dilində insanlara debat eləməyi öyrədirdik. Biz 2000-ci illərdə, yəni 2001-2002-ci ildən danışıram ki, Azərbaycandan uşaqları yetişdiririk ki, beynəlxalq debat forumlarına və orada nə edirdilər? Onlar ingilis dilində ermənilərlə, gürcülərlə, ruslarla debatlar edirdilər. Özdə siyasi və iqtisadi mövzularda. Və biz onlara həmişə qayda öyrədirdik ki, bir ortaq bir nöqtə olmalıdır, ortaq bir dəlil olmalıdır ki, o dəlilə, yəni insanlar ikisi də tabi olsunlar. Düzlüyü nə müəyyənləşdirir? Sənə görə belədir, mənə görə belə olmalı deyir. İndi bunları niyə deyirəm? Keçək əsas mətləbə. Sənlə bizim aramızda ortaq dəlilimiz Qurandır. Düzdür, qardaş? Və Qurandan başqa bir də tarix deyilən bir şey var. Yəni bir məsələlərin, misal üçün də biz İslamın ədalətli din olmasını məsəl üçün bir ateistə və bir deistə gəldi ki, mənə sübut edək ki, İslam ədalətli dindir. Mən ona əgər desəm ki, Quran belədir, mən Quranı qəbulləmirəm. Amma mən ona desəm ki, məsəl üçün, bax tarixdə Salaheddin Eyyubi Qüdsə girdikdə nə elədi? Bütün insanları azad elədi. Bax, Peyğəmbər sallallahu əleyhi və səlləm Məkkəyə girdikdə nə elədi? Məkkə Məkkəniləri nə elədi? Onları möhlət verdi, onları cəzalandırmadı və onlar özləri İslam'a gedir və s. və ilaxır. Bax Nurəddin Zəngi, bax digərləri və s. və ilaxır. Yəni bunlar mütləq bir şeylərdir ki, obyektiv bir şeylər olmalıdır ki aramızda. Biz səninlə müzakirə edəndə qayıda bilək və tarixi
tarixi öyrənməyimiz, tarixi bilməyimiz, sən deyirsən ki, Quranla mən tarixi sübut edeyim. Quran tarix kitabı deyil. Amma Quranın təsiri, bəli, biz bunu tarixdən görürük. Məsələn, keçən bir ateist gəlmişdi, dedi ki, Quran nağılı kitabı, biri yox, ikisi gəlmişdi. Mən onlara 15 dənə imperiyanın adını tarixdən çəkdim, dedim ki, bunlar Quranla hökm ediblər də. Əgər nağıl kitabıdırsa, bu 15 dənə imperiya, yəni bunlar sizdənmi yəni zəifdilər və ya onlar qorxaq idilər, yoxsa nə idilər? Onlar o kitabda o kapasitəni görməsəydilər, onunla hökm verməzlər. Ona görə və ikinci məsələ Quran barəsində danışanda qardaş bax Abdurrahim müəllim də mən də yəni biz ərəb dilini bilən insanlarıq. Başa düşürsən ərəb dilində yəni ərəb dilini öyrədirik. Ərəb dili nəinki ərəb dilinin özünü. Ərəb dilində biz məsəl üçün fənlər keçirik. Məsəl üçün mən ərəb dilində təfsir dərsləri keçirəm, usul fiqh dərsləri keçirəm, qavaid təfsir dərsləri keçirəm və sair və ilaxır. Yəni bu şeyləri biz bilirik. Məsələn, amma bir insan gəlib deyir ki, mən ərəb dilini bilmirəm, lakin mənə biri belə deyib. Aydındır? Bu o sənə belə deməsi özü özlüyündə əzim dəlil deyil. Başa düşürsən, o yəni elə deməsini biz qaydalara qaytarmalıyıq. Bu da çox asandır. Yəni sən ona görə əgər Quranı misal üçün sən səmimi olaraq gəl götür əlində, sən bilmirsən ərəb dilində və burada da bilməməyin də eyib deyil. Yəni və sən savadlı, zəkalı oğlansan, ərəb dilini öyrənə bilərsən və öyrənməyi də tövsiyə edir ki, ərəb dilində Quranı öyrənəsən. Çünki eyni deyil. Yəni bir məna oradan aldığın o ləzzəti, oradan aldığın o mənalar sən başqa bir yəni tərcümədə itirəcəksən. Bütün dillərdə belədir də. Məsələn, Shakespeare sən ingilis dilində oxu və gəl Azərbaycanda oxu və Nizami Gəncəvinin xəmsəsini götür orijinalında oxu və Azərbaycan dilində oxu. Yəni Azərbaycan dilində oxuyan, o Azərbaycan dilində onu tərcümə edən şairin bacarığıdır, aydındır? Ona görə də ərəb dilini öyrənməyi tövsiyə edir. Lakin ona qədər əlimizdə nə olmalıdır? Bir legitim tərcümə olmalıdır. Legitim tərcümə. O tərcüməni oxuyaq. Əgər məsəl üçün sən deyirsən ki, o tərcümə ilə razı deyiləm, biz sənə onun ərəb dilində qaydalarıyla, yəni biz sənə onu e'rab edə bilərik. Müftədası, məsəl üçün ismi cümlədir, yoxsa feili cümlədir. İsmi cümlədirsə müftədası xəbəri budur. Feili cümlədirsə feili, fəili, məfulu budur. Buna qədər biz gedə bilərik. Yəni sənə dərindən yəni izah edə bilərik. Başa düşürsən əzizim? Ona görə bu şeyləri nəzərə al ki, biz sənə nəsihət edəndə də biz sənə yəni belə deyək də mübahisə eləmək istəmirik. Sənə tövsiyə eləmək istəyirsən də ağıllı, zəkalı oğlansan. Get araşdır. Necə bax keçən dəfə danışdıq. Biz dedik ki, Elşad masondur. Sən əslində mən sənin səmimiyyətinə niyə inanıram? Çünki başqası olsaydı o müzakirədən nə edər deyər ki, lap inada düşər. Amma sən getdin o mason sözünü bizim Sunna Az saytında araşdırdın və gördün ki, doğrudan da bizim dilimizdə müəyyən güclü isbatlar var. Elə belə deməmişik ki, qardaş. Başa düşürsənmi? Anlata bildinmi fikrimi əzizim? Diqqətlə qulaq asdım. Bəli, Elşad bəy haqqında mən yanılmışam nə barədə. Elşad bəyin videosuna baxdım, Sünnazlı. Mən Adnan Oktarı tanıyırdım. A9 kanalında uşaq vaxtı onun videoları olurdu çılpaq qızlardan. Hətta yəni böyüklərimizdən biz belə görmüşük ki, adətən televizoru bağlayırdılar ki, bunlara baxmayın, izləməyin, ədəbinizi pozur, nəinki dilinizi. Mən Elşad bəyin bu adamın tələbəsi olduğunu 2 gün olar belə bildim. Ancaq Adnan Oktarı əvvəldən tanıyırdım. Ancaq ki və Adnan təkcə o deyil. Məsələn, Mustafa İslamoğlu var da. Mustafa İslamoğlu məsəl üçün Qol Zihir deyilən bir adam var. Bu, yəni belə deyək də hədis elmini düzdür ədor eləmək, yəni təqdir etməsinə baxmayaraq bu insanı xüsusi olaraq özü, yəni şeydir, yəni Yahudidir. Bu insan xüsusi tutulmuş bir adamdır ki, yəni xüsusi bir yəni şərqşünasdır ki, İslam dininə qarşı şübhələr gətirsin. Və Gold Ziher'in kitabını ilk dəfə tərcümə eləyən Türkiyədə bu Mustafa İslamoğludur. Və biz Mustafa İslamoğlu və digərlərinin bunların Yaşar Nuri Öztürk və digər biz onların ümumiyyətlə də dedikləri fikirlərin sən o videoların hamısına baxmamısan. 3 hissədən ibarət videodur. Yəni onların hamısına baxmağı tövsiyə edirəm. Elşad mən necə mason oldum, ikinci, üçüncü hissəsi. Biz orada o fikirlərin də tarixə gedib, misal üçün Osmanlı İmperiyasının dağılması dövründə Cəlaləddin Əfqani, Muhammed Abduh kimi adamlar, onlar bu fikirləri hardan götürüblər, yeni neo-mötəzillik nədir? O fikirlərə qədər biz onları izah eləmişik, qardaş. Ciddi bir araşdırma eləmişik. Ona görə onu oxu, yəni biz dediyimizi elə belə demirik, havaya atmırıq və Elşad Mirini də biz demək olar ki, bir 10 dəfə biz şeyə çağırmışıq, debata çağırmışıq. Abdurrahim müəllim məni
onu debata çağırıb, biz təklif eləmişik və bu adam bircə dəfə də gəlmir və biz də bilirik gəlməyəcək. Və Rəşad Miri yəni əvvəlcə özünü bir cür göstərdi, sonra başqa cür göstərdi və o adamın belə deyək də dəvətinə ilk növbədə biz yəni Sələfi cəmaət dəstəkləmişik. Onun ilk dəfə jurnallarda çıxması və s. o vaxtdan bu insanın biz tanıyırıq, meyllərini bilirik. Məsəl üçün o gəlib bizim bir qardaş var, Samin qardaş var. O da Mədinədə bitiribdi. Samin qardaşdan çox yaxın olubdu. Samin qardaşdan müəyyən mənada dərs alıbdı, yəni müəyyən müddət. Biz adamı yaxşı tanıyırıq. Biz yəni böhtan atmırıq heç kimə, belə niyyətimiz də yoxdur. Nəysə, xülasə qardaş, keçək mövzuya. Yəni yenə də son videolara tam bax. Yəni 3 videoya tam bax. Sən özün başa düşəcəksən ki, yəni ümumiyyətlə biz orada da gedib Fethullah Gülənə qədər çıxmışıq. Fethullah Gülən'in o dinlər yoxdur. Ortaq nə idi onun adı? Dinlər Birliyi. Dinlər birliyi də belə bir şey deyirlər. Nə deyirlər onlar? Nəsə bir termin də vardı. O təşkilatın üzvü olmasını göstərmişik. Adam Pensilvaniyada Türkiyə dövlətinə xəyanət etdikdən sonra Pensilvaniya sığınacaq alıb Türkiyədə dünyanı qatmaq istəyən bir adam idi. Yəni adamın Bilderbergə qədər yəni böyük təşkilatlar işləməsi bilir. Onların da əsas məqsədləri nədir? Globalistlərin qurduğu bir oyun var, ortaq bir din. Onlar düzdür, o layihə o qədər uğurlu olmadı. O layihənin alındıra bilmədilər. O layihə belə idi ki, biz yəni bir deizm dini ortaya ataq, yəni yaradan var və s. Lakin kitablar və digər şeyləri ləğv edək. Çünki globalizm bilirsin nə deməkdir? Globalizm odur ki, bir qüvvə bütün dünyaya hakim olur. İnsanların ortaq dinləri olur, insanlar arasında heç bir fərq olmur. O layihə çox uğurlu olmadı. Allah'a şükürlər olsun, hilələri özlərində qaldı. İndi o layihəni ChatGPT-nin üzərindən eləmək istəyirlər. GPT-nin müəyyən bir dini var. Din anlaması var. Məsələn, bu barədə də ingilis dilini bilsəz, Tucker Carlson'ın məsəl üçün Zuckerberg'dən olan intervyusu var. 1 saat yarım intervyudur ingilis dilində. Onu izləsəz, o məsələlər orada toxunulur. Yəni biz bunu dinlər arası diyaloq, bəli qardaşlar, düzdür. Dinlər arası diyaloq nədir? Yəni biz hamımız bir Tanrıya ibadət edirik və aramızda bir şey olmasın. Yəni bir peyğəmbər olmasın. Niyə olmasın? Bax əzizim, sən başa salaq. Bunu sən məntiqli olansan, başa düşəcəksən. Çünki peyğəmbərimiz praktikanı gətirib, əməli gətirib. Başa düşürsüz? Əməli. Əməl nə deməkdir? Allah Subhanahu Quranda deyir ki: "Huvellezî arsala rasûlehu bil huda ve dinil haqqi liyuzhirahu aled-din." وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ deyir ki. وَلَوْ كَرِهَ الْكَافِرُونَ deyir ki, kafirlərin xoşuna gəlməsə də Allah bu dini, bu rasulunu huda, yəni elm ilə, Quran ilə və dinil haqq, yəni haqq dini ilə, yəni əməl, praktika ilə göndərib ki, bütün dinlərdən üstün eləsin. Bu dəqiqə yəni müsəlman aləmi öz minimumdadır. Öz yəni ən yuxusundadır, yuxudan təzə oyanır. Amma biz tarixə baxanda görürük ki, Peyğəmbər sallallahu əleyhi və səlləm gətirdiyi dini izləyən ölkələr, Muhammədi izləyən ölkələr, yəni 15-ə yaxın imperiya olubdur. Bircə dəfə tarixdə, yəni indi 20-ci əsrdə bu 19-20-ci əsrdə bu zəiflik oldu, istismar, müstəmləkəçilik oldu, başqa dövlətlərindən Osmanlı dağıldı. Ona qədərsə cəmi bircə dəfə Monqollar tərəfindən belə məğlubiyyətə uğramışdı. O da çox getmədi. Yəni onu da yenə Məmluklar dövləti, Misirdəki Məmluklar, Türk Məmluk dövləti məğlub elədi. Ondan sonra Qızıl Orda xanı, hansı ki Batu Hakan'dır. Bunlar hamısı tarixdə əzizim. O Batu Hakan ki, onu göndərdilər Avropaya, getdi, da çıxdı Avstriyaya qədər, dağıdırdı oraları. Eşitdi ki, yəni atası, yəni bunların əmləri ölübdü, qayıtdı, gəldi. Tərk edildi Avropanı, qayıtdı, gəldi. İndiki Qazaxstan arasında Qızıl Orda xanlığını qurdu və Qızıl Orda xanlığı indiki Rusiyanın əksər ərazilərini götürmüşdü. Yəni böyük bir dövlət idi. Yəni bu adam özlüyündə nə etdi? Quranı oxudu və Əhl-Sünnə İslamına gəldi. Və yəni baxırsan ki, hətta o Monqolların o gətirdiyi o fəlakət yoxdur. O özlərinə qayıtdı. Bu gün də yəni Osmanlının dağılmasında ən güclü dövlət, yəni Osmanlıdan kəllə-kəlləyə gələn dövlət nə idi? Britaniya imperiyası idi. Bildiniz? Və o Britaniya imperiyası da bugün biz baxırıq artıq, yəni Britaniyada insanların keçən il ən çox övlad adı kim bilirsə, uşaq adına qoyulub? Muhammed. Muhammed adı ən çox qoyulmuş addır Britaniyada.
Artıq Britaniya İslamlaşmağa gedir. Hətta deyirlər ki, onun indiki müasir bu hal-hazırdakı Charles yoxdur, Kral Charles. Məsələn, o İslamı deyirlər qəbul edib deyə. Sadəcə qorxur deməyə. Yəni İslama qarşı çox xoşgörülürlər. Yəni, hər yerdə məsciddir. Yəni necə ki Monqollar bu yeganə dindir ki, bu dinin üzərində, bu dini yaşayan insanların üzərində hökmranlıqlarına baxmayaraq bu dinə gəlirlər. Məsələn üçün türklər baxmayaraq ki ərəb dünyasına hökm elədilər, amma bu dində idilər. Monqollar gəldilər bütün İslam aləminə qan uddurdular. O da İslam aləminin zəif, yəni dindən uzaqlaşmasına görə Allah həmişə nə edir? Allah Subhanahu va Taala Quranda deyir ki: "Və lə dafullah nəsə ba'dahum bi ba'd la fasadatil ard." Allahın deyir bir dəstəni digər dəstə ilə dəf etməsi olmasaydı, yer üzünü fəsad götürərdi. Allahın bir qaydasıdır, sünnətullahdır. Bir qövm deyir ki, və axadnahum bil adab la'allahum yarciun. Onları əzabla yaxaladıq ki, onlar qayıtsınlar. Başqa bir ayədə Allah Quranda deyir ki, zaharal fasadu fil barri vel bahri bima kasabet eydin nas yuziqahum ba'dallezî amilu la'allahum yarciun. Deyir, yer üzərində insanların etdiyi günahlara görə, qazandıqları günahlara görə yer suyu və qorunu deyir fəsad götürdü ki, Allah onları etdikləri günahların əzabından yaxalasın ki, onlar qayıda tövbə etsinlər. Kafirlərdən fərqli olaraq müsəlmanlar bir, yəni dinlərindən uzaqlaşanda Allah onları küncə qoyur. Üstlərinə onlardan güclərini göndərir və onlara başa salır ki, Allahın müvəffəqiyyəti, tövfiqi olmasa siz heç nəsiz və müsəlmanlar qayıdırlar. Uhuda baxaq. Uhudda müsəlmanlar özlərindən razı oldular və nə etdilər? Məğlub oldular. Huneyn döyüşünə baxaq. Allah Quranda deyir ki, وَيَوْمَ حُنَيْنَ دَعَجَبَتْهُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنْكُمْ شَيْئًا وَضَاقَتْ عَلَيْكُمُ الْأَرْضُ مَا رَحُبَتْ ثُمَّ وَلَّيْتُمْ مُدْبِرِينَ deyir. Huneyn günü özünüzdən razıydınız və siz fikirləşirdiniz ki, sizin çoxluğunuz sizə fayda verəcək, amma heç bir fayda vermədi. Yer sizin üzərinizə daraldı və siz oradan qaçdınız. Bu Allahın bir sünnətidir. Müsəlmanlar öz dinlərindən uzaqlaşanda zəifləyirlər. Və Allah nə edir? Onları cəzalandırır və bugün də başımıza görsən müsəlman ümmətinin başına Uğuristanda, Fələstində nələr gəlir ki, bunlar oyansınlar. Bu Allahın cəzalanmasıdır. Bizə elə bir sanki bir iynə vurulur, ağırlı olsa da o ayda iynədən oynaq. Və yeganə dindir ki, bu dinə qarşı vuruşanlar bu dini ən çox sonradan qəbul edən və bu dini yəni dünyaya yayanlar olurlar. Bildiniz? Ona görə bu dinin də əsas o hissəsi yayması, dəvəti, bu dinin yəni əsas hissəsi döyüşlərinə qədər fətləri, cihadları bu peyğəmbərin həyatında bunu görmək olar. Başa düşdünüz? Quranda bəli ümumi qaydalar var, amma praktikada peyğəmbər bunu necə icra edibdi? Bunu arada götürmək istəyirlər. Bugün məsələn biz İslam tarixinə baxırıq ki, 1400 illik İslam tarixinə baxanda biz görürük ki, at üstündə cəngavər bir yəni toplumlar İslamı yayıblar. Başa düşürsünüz? Dəvətlə və dəvət fayda vermədikdə qılıncla. Yəni bu isə qərbi qorxudur. Bu isə bugün balaca uşaqları Epstein adasında istismar edən o zatları, o mundar insanları, pornografiya industriyasını dünyada yayan, narkotik dünyada yayan, silah alverini dünyada yayan, nə bilim insanları banklar vasitəsilə didərgin qoyan, dünyada bütün ölkələrin sərvətlərini istismar edən, dünyada 3% insanın əlində dünya sərvətlərinin 90% cəmlənib. Bax o ədalətsizliyi dünyada yayan insanların qorxusu nədir? İslam dini gələrsə onların artıq o var dövlətləri, o ədalətsizləri onlara fayda verməz. Onlar da nə edirlər? Deyirlər ki, biz İslamı, Quranı unutdura bilmərik. 100 minlərlə hafizlər var. Amma biz nə edəcəyik? Quranı elə edəcəyik ki, Quranı bizim istədiyimiz kimi başa düşəcəklər. Elə müsəlmanlar göstərəcək ki, deyiləcək ki, namaz qıl. Namaz qılmaq, qardaşım, disiplinadır. Məsciddə çiyin vurmaya deməm, başa düşürəm ki, sən namazı başqa cür qursan. Amma səni dəvət edirəm, qardaş, sabah gəl elə Qaraçuxur məscidində, axşam görüşək, gəl bizlə bir çiyin namaz qıl. Sən onda o namazın nə olduğunu başa düşəcəksən. Amma belə namaz əlləri qaldırıb dua eləməkdir, dəstək verməkdir, qardaş. Sən onu başa düşməyəcəksən. Amma sən gəlib görəcəksən ki, müsəlmanlar 1 milyon insan Kəbədə yəni Allahu Əkbər, səcdə, Allahu Əkbər, səcdən qalxma, Allahu Əkbər, disiplinadır, qardaş bu. Zəkat disiplinadır, oruz disiplinadır. Bu disiplinanı sənin əlindən almaq istəyir. Ondan sonra, bax, namaz barəsində Allah Subhanahu Quranda bizə nə deyir? Ələm tara iləl-ləzina qilə ləhum aqimus salat, kuffu əydiyakum, aqimus salat, atuz zəkat, fələmmə kutiba aleyhim qital,
İzə fəriqun minhum yaxşun nəsə ki xəşyətilləh əşəddə xəşyə. Və qalu Rabbənə limə kətəbdə alil qitalə ləulə əxartən ilə əcəlin qarib. Deyir ki, o kəsləri görmədinmi deyir. Onlara deyildi ki, insanlardan əlinizi çəkin. Yəni qeybət eləməyin, onları başını buraxın. Yəni insanları əziyyət verməyin. Namaz qılın, zəkat verin deyir. Sonra deyir onlar bunu eləmədilər və onlara döyüş yazıldıqda onlar dedilər: "Ey Rəbbimiz, sən bizə niyə döyüş yazdın? Bizə biraz möhlət verəydin." Bizə Allah nə demək istəyir? Allah demək istəyir ki, biz onlara Allah'a iman gətirdim, tövhidim var, amma namaz qıl dedim, zəkat ver dedim. Onlar bunu eləmədi. Bunlar eləmədiyi zaman artıq dünyadan vaz keçməyi, əməl etməyi öyrənmədilər və bundan sonra daha böyüyü gəldikdə, cihad əmri gəldikdə, o namaz əmrini, o səhər Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, münafiqə ən çətin namaz kimlərdir? Ən çətin namazlar hansılardır? Səhər namazı və axşam namazıdır. Çünki bir insan əgər səhər saat, misal üçün 3-də azan olur, Allahu Ekber, əşhədən la ilahe illallah, əşhədən Muhammed Rasulullah, bu hayyə aləs-salə, dur namaza gəl, Allahın əmridir. Buna əgər başını qaldıra bilmirsə qardaş, sabah ey insanlar, sizin düşmən sizi gözləyir, qalxın, o qalxışa da cavab verə bilməyəcək. Başa düşsən əzizim? Və ona görə də onlar nə edirlər? Bilirlər ki, namazı qılmayan insan, zəkatı verməyən insan artıq əmrə tabi olmayan insandır, artıq əməli olmayan insandır. Ona sabah Allah yolunda vuruş dedikdə onu da eləməyəcək. Bunu mən özümdən demirəm. Ben Nisa surəsində bax ayəni oxudum. Əməllər bu cür. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm 23 ilin 10 ilini tövhidə sərf elədi. Sonra 3 il namazı başa saldı. Sonra Mədinə dönəmi başladı. Növbəti 10 il namazda insanlar oturuşandan sonra artıq o digər şəriət ehkamları oldu. Ona görə bu Avropa, bu Qərb, yəni hansı ki o dinlər dialoq edənlər, onlar İslam dinini nə edirlər? İslam dinini aradan qaldırmaq istəyirlər. Deyirlər ki, namazsız bir İslam olsun. Zəkatsız bir İslam olsun. Cihadsız bir İslam olsun. Aydındır? Və bunları qorxutmayacaq. Çünki İslamdan o görə qorxur. Və biz sənə o həmin o mason videosunda biz orada axırda o həmin o İngilis casusun sözlərini qoymuşuq. İngilis mütəfəkkir casus. O deyir ki, İslam aləmi deyir bir gəmi kimidir deyir. Biz bu gəmini nə etməliyik deyir? Gəmini boşaltmalıyıq. Bu boşaltdığımız şeylər nədir? Şeylərdir. Sünnədir. Birinci sünnəni oradan çıxartmalıyıq. Sünnə nədir? Peyğəmbərin əməli, örnək olması. Laqad kana lakum fi rasulillahi uswatun hasana. Yəni deyir ki, sizin üçün Rasulullahda örnək var. Qardaş, mən o kişinin həyatını oxumayacağam. Yəni bilirsən əzizim, bu çox böyük məsələdir, tarixi bir məsələdir. Sən sabah gəlib özündən bir yeni İslam dini icad edə bilərsən. Olsun, elədin. 100 nəfər də səni izlədi, 1000 nəfər səni izlədi. Amma bil ki, dünyada İslam dedikdə o İslam nəzərdə tutulur. O İslam, o əzəmətli İslam. Bayraqlarla, o Salahaddin Eyyubilər nəzərdə tutulur. Fatih Mehmetlər nəzərdə tutulur. Süleyman Qanunilər nəzərdə tutulur. Nurəddin Zəngilər nəzərdə tutulur. Baybars nəzərdə tutulur. Ondan o tərəfə gedirik. Aşağıda Peyğəmbər sallallahu əleyhi və səlləmin sahabələri nəzərdə tutulur. Xalid ibn Valid, yəni Allahın qılıncı nəzərdə tutulur. Ömər radiyallahu anh nəzərdə tutulur. Ədaləti Əbu Bakır, Osman, Əli, Hüseyn, Həsən və Peyğəmbər sallallahu əleyhi və səlləm özü. Yəni bilirsən, bu İslam nəzərdə tutulur. Fatih Mehmet at üstündə ölüb qardaş. Süleyman Qanuni neçə yaşında, 70 yaşında Çexoslovakiya tərəfdə cihadda ölübdür. Bu İslamı silmək istəyirlər. Ay əzizim, başa düşsənmi? Bu İslam da onları qorxudan. Anlatabildim fikrimi? Diqqətlə qulaq asdım. Çox gözəl danışdınız. Başa düşdüm. İnşallah ki, indi mən uşaqlığımdan ümumiyyətlə hər zaman oxuyub araşdıran bir insan olmuşam. Hər daim də araşdırma içərisindəyəm. İrşad adlı adamın da araşdırmasından qətiyyətli olaraq onun kim olduğunu başa düşdüm. Mən ilk dəfə sizinlə debatda onun Mason olduğunu deyəndə mən düşünürdüm ki, onun elminə bir, üzr istəyirəm, paxıllıq olaraq siz bu ifadəni işlətmişsiniz. Amma mən baxdım o adam Adnan Oktarla olan münasibəti və Adnan Oktarın keçmiş illərdə 33-cü dərəcəli mason olaraq Türkiyə Cumhuriyyəti tərəfindən həbsə atılmağı filan, mən bu şeyləri gördükdə artıq mənə aydın oldu. Yəni məzhəblərimiz ayrı ola bilər, Qurana, İslama baxışlarımız ayrı ola bilər, ancaq ki, həqiqətən Allahın sevdiyi qullarını İslamla izzətləndirməsi çox gözəl bir hissdir. Həqiqətən də İslamda olmaq çox şərəfli bir hissdir.
Allah bütün hər birimizi inşallah son nəfəsimizə qədər İslamla, Bəli, biz də istəyirik ki, qardaş, sən əşhədən la ilahe illallah, əşhədən Muhammedən Rasulullah deyəsən. Qardaşım, bax bilirsən, müəyyən bir şeylər var ki, Muhammed sallallahu əleyhi və səlləmi sən tarixdən silə bilməzsən. Məsələn, sən get bir dənə yaz Muhammed sallallahu əleyhi və səlləm kimdir? Yəni müsəlman tarixi, İslam mənbələrini qoyaq kənara. Yəni bildiyim qədər Mark Twain o kim idi o? Yəni yazan o kitabı Peyğəmbər sallallahu dünyanın 50 ən böyük insanı, tarixin ən böyük 50 insanı adlı bir kitab yazılıbdı. Məşhur bir kitabdır. Və orada da müəyyən bir, yəni kompüterdən istifadə olunubdu, müəyyən modellərdən istifadə olunubdu və tarixdə ən təsirli insanları seçiblər və birinci Muhammed sallallahu əleyhi və səlləm müsəlman deyil adam. Birinci müsəlman Peyğəmbər sallallahu əleyhi və səlləm seçiblər. Sən bugün yazsan ki, tarixin 10 ən böyük adamı kimdir? Hətta Peyğəmbərə düşmən olan mənbələrdə deyəcəklər ki, onlardan misal üçün biri Muhammeddir sallallahu əleyhi və səlləm. İnsan 2 milyard insanın həyatını dəyişibdir. Ona görə baxın, yəni biz sənə misal üçün keçən dəfə deyəndə ki, Muhəd olubdu, Muhammed olmuyubdu. Qardaş, yəni hərəkətsiz Quran. Bax, əzizim, hərəkətsiz Quran məsələsi. İndi hal-hazırda Quranda hərəkələrin qoyulması bu qiraətlərə görədir. Qiraətlərə görədir və ilk dəfə Həllacın vaxtında qoyulubdur. Michael Hart düz deyir. Michael Hart'ın kitabı. Bunu tövsiyə edirik. Michael Hart'ın ən təsirli 50 insan barəsində kitabı var. %50. Michael Hart yaz çıxacaq o insan adı. Deməli, biz misal bu qiraətlər, misal bizim kanala da abunə ol, orada qiraətlər, Quran qiraətləri barəsində mən geniş danışmışam. Neçə dənə qiraət var. Bu qiraətlərə görə hərəkələr qoyulubdur. Amma biz misal üçün biz kitab oxuyanda əzizim Həsən, biz kitabı doğrudan hərəkətsiz oxuyuruq. Məsələn, təfsiri də hərəkətsiz oxuyuruq. Məsəl üçün mən özüm hərəkəli kitab olanda sıxılıram. Çünki maraqlı gəlmir, yəni mən adamın gözü yorulur. Biz zaten hərəkətsiz oxuyuruq. Amma Muhammed sözündə sən mim hərfini mim, hə, mim, dəl hərfləri var. İkinci mimi çıxartmasan hərəkəli oldu, hərəkətsiz oldu. Oradan yəni Muhammed sözünü çıxarda bilmirsən, bildin əzizim. Və Muhammed sözü Quranda 4 dəfə istifadə olunubdur. O Qurandan başqa qardaş. Biz hər birimiz bax, indi sən özün səmimi olaraq bilirsən ki, biz sənin dediyin fikirlər o sənin öz fikirlərin deyil. Kimdən seçdimsən özün də yazmışdın, sənə belə öyrətdilər. Bu, bilirsən, bu insanın fikrini qarışdırır. Amma sən o fikirləri kənara qoysan, məsəl üçün Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatı barəsində bizə Sünnah saytında da var. Yəni oradan götürüb məlumatın olsa, sonra oturub Quranı oxusan, vallahi bütün daşlar öz yerinə oturacaq. Sən başa düşəcəksən ki, elə bir əzəmətli bir kitabın qarşısındasan, elə bir əzəmətli tarixin qarşısındasan, Quran səni aparacaq, yəni 1400 illik əzəmətli bir tarixə. And olsun Allaha, yəni ürəyin fəxrdən, fəxarətdən, yəni yerindən çıxmaq istəyəcək. Mən uşaq vaxtı, yəni ilk dəfə mənim düşüncələrimi, həyata baxışımı dəyişən kitab olub Türkün Qızıl Kitabı adlı bir kitab oxumuşdum. Müəllim Abdurrahim müəllim o vaxt yazıca gəlir, 2 ciltli bir kitab var idi. Orada mənə ən çox təsirləndirən, indiyə qədər ən çox təsirləndirən hadisə bir hadisə oldu. Alparslanın Roman Diogenesdən vuruşması, Malazgirt 1071-ci ildə vuruşması. Anadoluya girib Anadolunu artıq fəth eləmələri Bizans imperatorundan. 50.000 ordu ilə 200.000 ordunu məğlub ediblər. Adam kəfənini geyinibdir, əyninə ağ paltarını deyib ki, bu mənim kəfənimdir deyir. Və bugün aramızdan deyir, ya şəhidlər olacaq, ya qazilər olacaq, ya qalib gələcək, ya da şəhid olacaq hamımız, ya qazi olub qayıdacaq. Amma deyir, biz şərəfimizlə yaşayacaq. Amma buradan qaçanlar deyir, buradan qaçanlar dünyada və axirətdə zəlil olacaqlar. Vallahi o sözləri oxuyanda, əvvəl özdə orada da, yəni ondan əvvəl xütbə verir adam. Cümə günü başlayır müharibə. Xütbə verir və Peyğəmbər sallallahu əleyhi və səlləmin qaydalarıyla döyüşə girirlər. Hətta Roman Diogenesi bağışlayır, göndərir geri, sonra onu edam edirlər. Yəni bu cür şeyləri oxumaqla qardaş səndə müsəlman tarixi bir kimlik formalaşacaq. Amma qardaş bax, yəni heç nə yoxdur, Quranı oxu amma heç nə yoxdur. Yəni bu belə deyil qardaş. Quranı oxu, sən görəcəksən Quran bir mexanizmdir. Quran bir sistemdir. Bu yoxdur, o oğrun əlini kəsmə. Nə bilim, bu yoxdur, cihad yoxdur, o yoxdur, bu yoxdur, bu qardaş. Vallahi, billahi, tallahi bu İslam deyil. Mən sənə səmimi olaraq indi, yəni təsirli bir danışığımız, dialoqumuz olur. Sənə Allahdan istəyirəm ki, sən əşhədü ən la ilahe illallah və əşhədü ənə Muhammedən Rasulullah deməklə əsl İslamı mənimsəyəsən. Onu yaşayasan və onu yayasan.
və onun ləzzətini dünyada və axirətində hiss edəsən. Bildin əzizim? Bu ifadə bizdə yəni qəbul olunan bir ifadədir. Ümumiyyətlə biz Məhəmməd peyğəmbəri sevirik və Quranda onun adının qeyd olunması 61-ci surənin 6-cı ayəsində dediyim kimi biz yenə də onu qəlbimizdə və öz getdiyimiz yolda rəsul olaraq görürük, qəbul edirik və bu şəhadəti verməkdən mənim üçün sadəcə bir şərəfdir. Əşhədu ən la ilahə illallah, əşhədu ən Muhammedən abduhu və rəsuluhu. Həqiqətən də Bəli, qardaş. yenə dediyim kimi bizdə sadəcə bəzi məsələlərdə İslam tarixi məsələsində, məsəl üçün Quranda Ənam surəsi 38-də Quranın tam olması, burada heç bir şeyin əksik olmaması, məsəl üçün Casiyə surəsi 6 firqələrə bölünməyin məsələsi, belə məsələlərdə ixtilaflar var, ancaq ki Qardaş, o tam olması, bax əzizim, o tam olması zaten tam deyil Həsən. Zaten tam. Biz Qurana naqis demirik ki. Məsəl üçün, bizə Azərbaycan konstitusiyası tamdır, yoxsa naqisdir? Konstitusiya olaraq tamdır. Amma, məsəl üçün, konstitusiyada olan müəyyən bir müddəalar artıq cinayət məcəlləsində həll olunur. Məsələn, Quranda əgər Allah deyir ki, misal üçün də, yəni, ibadət edin, Peyğəmbərdən örnək götürün. Peyğəmbər həyatına gedib sən baxmaqla, o sözdə naqislik gətirmirsən. Bunun mənası budur. Quranın fikirləri əlbəttə tamdır. Və misal üçün yəni bir çox ayələrdə bu keçib, məsələn Hud surəsinin əvvəlində Kitabun uhkimet ayatuhu thumma fussilat min ladun hakimin xabir alla na'budu illallah enneni lakum nadirun mubin. Deyir ki, bu o bir kitabdır ki, yəni onun ayələri təfsilatlı olaraq izah edilibdir və möhkəm olubdur və ondan sonra hansı mövzularda Allahdan başqa bir ibadət layiq məbud yoxdur və Peyğəmbər onun yəni elçisidir. Bu mövzularda, yəni tamdır. Amma Peyğəmbərin həyatına gedib baxmaq onu naqis eləmir ki. Məsəl üçün, mən sənə deyirəm ki, gəl İslam dininə, düzdür? Mən bu sözüm naqis bir söz deyil ki. Yəni, mən sənə bunu əgər o məntiqlə izah eləsəm, durum bütün İslam dininin danışası deyiləm ki, bütün Quranın danışası deyiləm. Sənə misal üçün, həmin məqamda deyirəm ki, gəl İslam dininə, cümləm tamdır, anlaşılandır, başa düşüləndir, möhkəmdir, aydındır. Sonra isə misal üçün mən səni başlayıram İslam dinini anlatmağa. Yəni bu anlatmağım, bu izahım o birinci cümləmi tam və naqis eləmir. Və bütün həyatda bütün kitablar elədir. Başlayırsan misal üçün biz mühəndis olaraq idarə etməklə məşğul adamlar üçün bizdə misal üçün şeylər var. Planlar var. Onu adlandırırlar level 0, level 1, level 2, level 3, level 4. Level 0-da biz misal üçün 5 dənə deyirik ki, layihənin götürməsi bu vaxt olacaq, mühəndislik bu vaxtdan bu vaxta qədər olacaq filan. Bunları qoyuruq göstərik. Ondan sonra artıq məsəl mühəndislik sinəsinə gedəndə artıq bunu level 2-də, level 1-də ya level 2-də danışırıq. Genişləndiririk. Ondan sonra biraz da aşağı təfsilatı verir, biraz da təfsilatı verir. Amma bizim o birinci plan var ha, bizim o birinci plan. Hansı ki 5-6 dənə əsas yəni tarixlər göstərdi. Bu naqis deyil ki, bu tamdır. Ona görə bu şübhəni qardaş atırlar ortaya. Vallahi yəni bu belə də dil cəhətdən də, yəni məntiq cəhətdən də düzgün deyil. Həm də bir dənə Həsən, mən sənə bir şey demək istəyirəm. Biz deyək belə bir qavram qoyma qardaş. Biz, yəni bizim də, sənin də, mənim də yeganə intisab edəcəyimiz bir toplum varsa, bu da Allahın Rəsulü və onun Peyğəmbəridir. Allahın Rəsulü və onun əshabıdır. Bildin qardaş? O ki qaldı biz deyə özü aid eləmə. İnşallah yəni sən onlara tabi ol. Ondan sonra Allah sənə ən düzünü göstərəcək. Bildin əzizim? Abdurrahim mənim yuxusu gəlir. Danışdıq, amma yenə də davam eləyər. Mən hiss edirəm. Diyalogumuz kaş bütün firqələrdə olanlar, bütün dinlərdə olanlar, hətta bütün dünyada olan insanlar bir-birinlə belə mehriban olsun. Həqiqətən İslam dini o qədər izzətli bir dindir ki, bax bu günləri biz bir yerdə belə mehriban danışırıq. Asim bəydən də biz çox gözəl İslamla bağlı kəlamlar, dünyavi məsələlərlə bağlı öyrəndiyimiz çox şeylər oldu. Şükürlər olsun Allaha. Oldu qardaş, bizi izlə qardaş. Yəni də mən sənə o birisi Telegram adresimi verəcəm. Sualların olsa onları da əlavə izah edərəm inşallah. Yaxşı? Çox sağ olun, minnətdaram. Xoş gəldiniz. Sağ ol. Oldu, çox sağ olun. Müəllim, haqqınızı halal edin. Həsənlə mən danışmaq Yox, xoşdur, xoşdur. Allah hidayət versin, Allah sabit eləsin. Salam əleykum.